12 sot ev axtarırdı, nə? Tapmışam. 12 sotun içərisində mərtəbəli ev, qiymət, ideal qiymətə axırdı. Gözəldir. Şəxsi tikili 12 sot böyük həyətdən ev axtaranlar üçün bura idealdır. Hər tərəfi çəkmirəm. Gələndə inşallah özünüz baxarsınız. Orada 2 sotdan yuxarıda bir torpağı var. Həqiqətən idealdır. Burada ayrıca toğuda saxlamaq üçün qəşəng yerin. Yəni burada mal idealdır. Yəni belə yaşayışın sırf içindədir. Buradan marşrutda bir addımlıq yoldur. Hökməllik Qobu yolunda altına rahat demək olar ki, birinci mərtəbəsində elə mərtəbə. Burası təmirsizdir. Kürsülü, qoşadaş. Yəni satılır, qiyməti əla, evin özü əla. Bütün kommunalları var, qaz, işıq, su, hamısı var. Baxın, içərisi səliqəli. Taxta apışıb qaydan, yuxarısı yığılıb. Həqiqətən gözəldir. O ölçüləri var. Qiymət haqqında məlumat verim sizə, verəcəm. Bir dənə buradakı otaqdan tanış olar. Ölçüyə bax, çox geniş, qoşadaş. Yəni 1 qram yellənmə söhbəti yoxdur. Prosta bir dənə lazımdır. Bura aboy. Bir dənə aboyunu vuracaqsan, köçüb rahatlığından yaşayacaqsan. Qiymət haqqında məlumat verirəm sizə. Qiyməti neçəyə? Heç neçəyə. Qiymət əla. İdeal. Neçəyə? 65.000 manata. 65.000 verirsən, bir dənə sənə 4 otaq 2 mərtəbəli, aşağıdakı otaqları saymasam 4 otağa, bu bilməm nədir. Hamam sanuzeydir, bir dənə bu təmirsizdir. 1, 2, 3, 4. Burada da bir dənə qəşəng mətbəxlidir. Bunun ölçüsü genişdir. Ölçülərə bax, çox yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Bir dənə də burada qəşəng, nədir burada? Yataq otağıdır. Baxın, bu da hazırdır. Demək olar.